Bu günləri sizlər üçün doğramaç hazırladım. Ətri çox superdir. Mənə lazım olan ərzaqlar: qatıq, 2 stakan, 1 stakan su, 2 dənə xiyar, şüyüd, keşniş və soğan. Qatıqları tökürəm qaba. Üzərinə tökürəm suyu. Bunu yaxşıca qatışdırıram. Qatıq açılsın suyun içində. Belə, indi bunu qoyuram kənara. Sizlərlə bir şeylə daha paylaşmaq istəyirəm. Evladlarınızın ad günlərində, özəl günlərində sevindirmək istəyirsinizsə, Batut Show Baku və Bird Game şirkətlərinin gündəlik batut və masaüstü oyun kirayəsi təklif edir. Əyləncəli vaxt keçirmək istəyənlər üçün əla fürsətdir. Şef Milyon adı ilə yaxınlaşsaz, endirim qazanacaqsınız. xiyarları kubik doğrayıram. Belə xırda belə kəsirəm. Doğrayıram. Xiyarları doğradım. Tökürəm qatığın içinə. İçinə göyərtiləri doğramağa. Şüyüdü də doğradım. Tökürəm üzərinə. İndi keşnişi doğrayıram. Soğanı isə az götürürəm. Belə bu qədər. Soğanı da doğradım. Zövqə görə, ağız dadınıza görə duzu və qara istiot əlavə edirik. Ətirlər o qədər gözəldir. Duz və qara istiot əlavə edirəm. Zövqə görədir. Kim nə ədviyyələr istəsə əlavə edə bilər. Dadını yeyənlər bilər. Siz də hazırlayın. Çox tez hazırlanır. Çox dadlıdır. Əsl yay yeməyi. Super. Bol vitaminli. Çox dadlı.